əziz izləyicilər. Əvvəlki dərsimizdə öz qəhrəmanlarımızı hazırladıq. Bugünkü dərsdə isə onu canlandıracağıq. Sizcə, hazırladığımız qəhrəmanları necə hərəkət etdirə bilərik? Necə edə bilərik ki, onlar canlanmış kimi görünsün? Cizgi filmlərində və kukla tamaşalarında qəhrəmanlar müxtəlif üsullarla canlandırılır. Bəzən onları iplərlə hərəkət etdirirlər, bəzən isə şəkilləri ardıcıl göstərərək hərəkət effekti yaradırlar. Biz də bugün öz qəhrəmanımız üçün kiçik bir səhnə hazırlayaraq onu canlandıracağıq. Bunun üçün ilk olaraq qəhrəmanımız haqqında qısa bir hekayə fikirləşək. Məsələn, qəhrəmanımızın harada yaşadığını, dostlarının olub-olmadığını və hansı maraqlı hadisələrlə qarşılaşdığını təsəvvür edək. Qəhrəmanımız meşədə yaşayan balaca bir qız ola bilər. O dostları ilə oynayarkən maraqlı bir macəra yaşayır. Beləliklə, biz qəhrəmanımızın hekayəsini qururuq. İndi isə bu hekayəyə uyğun bir səhnə eskizi hazırlayaq. Bunun üçün bizə ağ kağız, rəngli qələmlər, flomaster, xətkeş və pozan lazım olacaq. İlk olaraq səhnədə hansı elementlərin, məsələn, ağac, qaya və s. olacağını müəyyən edirik və həmin məkanın sadə eskizini çəkirik. Bu eskiz bizim hazırlayacağımız səhnənin planı olacaq. Eskizimiz hazırdır. Bu eskiz bizim hazırlayacağımız səhnənin planı olacaq. İndi isə eskizimizə uyğun səhnə düzəldək. Siz səhnəni istədiyiniz kimi bəzəyə bilərsiniz. Məsələn, səhnəyə çay, ev, plastilindən ağaclar, daşlar əlavə edə bilərsiniz. Qəhrəmanımızı səhnədə hərəkət etdirmək üçün əvvəlcə hazırladığımız qəhrəmanı kartona yapışdırıb kartonu kəsirik. Sonra isə kartonun arxa hissəsinə taxta çubuq yapışdırırıq. İndi isə qəhrəmanımızı hazırladığımız səhnənin önündə hərəkət etdiririk. Bizim qəhrəmanımız sanki canlanır. İstəsək, səhnəyə uyğun fon səsləri də əlavə edə bilərik. Bugün biz sadə materiallardan istifadə edərək qəhrəmanımızı canlandıra bildik. Bunun üçün biz ilk olaraq hekayə qurduq. Sonra səhnə hazırladıq və qəhrəmanımızı səhnədə hərəkət etdirdik. Bundan sonra siz də öz qəhrəmanlarınızı canlandıraraq maraqlı səhnələr yarada bilərsiniz. Sağ olun, növbəti dərsimizdə görüşərik.